Bir günah etmək istədikdə xatırla ki, həmin günahdan dadacağın ani bir neçə saniyə ola bilər ki. Ola bilsin 1 dəqiqə, ola bilsin 10 dəqiqə, ola bilsin 1 gün, ola bilsin hər hansı bir işə nail olana kimi, hər hansı bir əmələ nail olana kimi, Allah qorusun. Bu günah bitdikdən sonra, o ləzzət aradan getdikdən sonra onun acısı qalır, özü gedir. Özü ilə gətirdiyi bədbəxtçilik qalır. Vallahi. Yani subhanallah, insan, Allah bizim qəlblərimizi qorusun. Allah bizi sabit eləsin subhanahu teala. Dərsin önündə dediyim kimi bu məsələnin birbaşa qəlblə əlaqəsi var. Yani insan o vəziyyətə gəlib çatıb ki, nəsəlullah səlamətə və afiyə. Allah'tan salamatçılıq, afiyet dilərik. Yani insan rahat şəkildə günah edir. Bu bilirsiniz nə deməkdir? Buna lisanul hal deyirlər ərəb dilində. Halının dili. O deməkdir ki, kiməsə sual versək burada olan qardaşlardan və digər insanlara, digər müsəlmanlara, sən bunu demək istəyirsən? O bəlkə deyir, yox, həşə lillah, Allah eləməsin, mən bunu eləmək istəmirəm. Amma halının dili, halımızın dili onu bildirir ki, günah etdikdə, təklikdə olanda, Allah'ı fikirləşmədikdə, bu bilsin nə deməkdir? Yəni Allah məni görmür. Möhtəzə açırsan, yazırsan ki, Allah məni görmür, Allah qorusun. Sonra möhtəzəni bağlısın. Bu hal təhlükəli haldır. Vallahi bu hal təhlükəli haldır.